Bir neçə gün əvvəl Space televiziyasının efirində meyxanaçı Rəşad Dağlının ad günü qeyd edilib. Televiziya kanalında ağır cinayətə görə həbs edilən meyxanaçının ad gününün qeyd edilməsi görüntüləri sosial mediada birmənalı qarşılanmayıb. Audiovizual Şuranın kommunikasiya sektorunun müdürü Talih Quliyev bildirib ki, sözgedən məsələ ilə bağlı Şuranın aidiyyatı struktur bölmələri tərəfindən araşdırma aparılıb. Açıqlamada qeyd olunub ki, araşdırmanın nəticələrinə uyğun olaraq qanunvericilik çərçivəsində Space televiziya kanalına rəsmi məktubla xəbərdarlıq edilib. Həmçinin televiziya kanalına bildirilib ki, eyni halın təkrarlanacağı təqdirdə inzibati cəza tədbiri sanksiya tətbiq ediləcək. Xatırladaq ki, Rəşad Dağlı ötən ilin noyabrın 9-da Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində qonşusu 1979-cu il təvəllüdlü İskəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməklə təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib.